Bəli uşaqlar, deməli başlayaq. Mövzular sınağımızdan 5-ci sınaqdan başlayırıq. Deməli, birinci sual belədir. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin nəticələridir soruşulur. Ümumiyyətlə uşaqlar bilirsiniz ki, Naxçıvanda Heydər Əliyev fəaliyyətə 91-ci ilin sentyabrın 3-ü başlayıb, 1993-cü ilin iyun ayına qədər Naxçıvanda fəaliyyət dövrü olmuşdur və həmin fəaliyyət dövründə görək hansı məsələlər var. Azərbaycanın müstəqil dövlət birliyinə qəbul edilməsi, deməli 1993-cü ildir, sentyabr ayıdır. Yəni Naxçıvandakı fəaliyyət dövrünə aid deyil. Sədriyət Dilucu ümid körpüsü doğrudur, 92-ci il. Naxçıvanı iqtisadi blokadadan çıxartmışdı. Rusiya ordusunun hərbi hissələri Naxçıvanı tərk etməsi 92-ci il doğrudur. Cavabımız 2 və 3-dür, yəni C variantıdır. Xocalı soyqırımı günü haqqında qərar 1994-də qəbul edilib, ona görə aid deyil. Sonra növbəti suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti tədbirləri. Bax uşaqlar, burada sosial-iqtisadi tədbirdir, burada mədəni tədbirdir. Azad ticarətə icazə verilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründədir. Aiddir 1918-ci il iyun ayı, düzdür. 1-ə A variantı aiddir. Sonra deməli məktəblərin birləşdirməsi sosial-iqtisadi tədbir deyil. Senzuranın ləğvidəki yenə sosial-iqtisadi tədbir deyil, mədəni tədbirdir. Ona görə cavab 1-də A variantı. Türk Ocağı Cəmiyyəti mədəni tədbirdir. Latın əlifbasına Azərbaycan Xalq Cümhuriyyəti keçməyib. İlk Milli Kitabxanada 1919-cu il aiddir. Yəni 1-ə A, 2-yə isə A-dan C. Doğru cavabımız burada A variantıdır. Daha sonra bircə dəqiqə qəbul edin bəzi uşaqları. Ona görə hamı vaxtında qoşulmalıdır ki, dərsimiz yarımçıq qalmasın. Sonra 3-cü sual. Azərbaycanın 2-ci və 3-cü Respublika dövrünə aid oxşarlıq soruşulur. Bax ay uşaqlar. 2-ci Respublikamız 1920-də yaradılıb 91-ə qədər. 3-cü Respublikamız 1991-dən indiki Respublikamızdır. Davam edəcək inşallah uzun müddət. Deməli, deyir oxşar cəhəti müəyyən edin. 2-ci və 3-cü Respublikası dövrünə aid oxşar sosialist quruculuğunun həyata keçirilməsi, sosializm 2-ci Respublikada var, 3-cü Respublika səhvdir. Fərdi kənd təsərrüfatının tamamilə ləğv olunması 2-ci Respublikada var. Bu hərbi kommunizmdir uşaqlar. Müstəqil xarici siyasət yürütməsi bu səhvdir. Çünki 2-ci Respublikamızda özü müstəqil xarici siyasət yürütməyib, SSR-nin tərkibində olub. Heydər Əliyevin müəyyən müddət Respublikaya rəhbərlik etməsi Respublikaya rəhbərlik etməsi doğrudur. Yəni, Heydər Əliyev həm 2-ci Respublikanın rəhbəri olub, həm də 3-cü Respublikanın rəhbəri olub. 2-ci Respublikada rəhbər olub 1969-dan 82, 3-cü Respublikada 1993-dən 2003-ə qədər rəhbər olub. Qarabağ General Qubernatorluğu da Azərbaycan Xalq Cümhuriyyətinə aiddir, yəni 1-ci Respublikaya aiddir. Sonra 4-cü sual. Azərbaycan Xalq Cümhuriyyətinin 19-cu il tarixinə aiddir. Baxın, Yelizavetpol şəhərinin yenidən Gəncə adlanmağa başlanması 18-ci ildir, ona görə səhvdir. Bakı Dövlət Universitetinin fəaliyyətə başlanması 19-cu il Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. 2. Qacarlar dövləti ilə dostluq haqqında müqavilənin imzalanması 1920-ci il mart ayıdır, səhvdir. Naxçıvan General Qubernatorluğu 19-cu il düzdür, 2, 4. Cavabımız D variantıdır. Paris Sülh Konfransında de facto tanınması isə 1920-ci il aiddir. Doğru cavab oldu D variantı. Sonra 5-ci sual. Baxın uşaqlar, burada 3 dənə Venn diaqramdır. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR-i, Azərbaycan Respublikası. Hamısının dövrünü bilirsiniz. İngilislərin Bakıda general qubernatorluq yaratması Azərbaycan Xalq Cümhuriyyətidir. Thomson, 1918-ci il. Biri aiddir A variantı. Xəzər dənizində hərbi donanmanın mövcud olması deyir. Deməli uşaqlar, Xəzər dənizində hərbi donanmanın fəaliyyətə başlanması 1919-cu il Azərbaycan Xalq Cümhuriyyətindən etibarəndir. Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycan dili haqqında maddə əlavə olması, bu bilirsiniz hansındadır uşaqlar? 3-cü Respublikamızda da var, bir də Azərbaycan SSR-də də var. 1956-cı il Azərbaycan SSR-i, 1995 Azərbaycan Respublikası. Yəni 4-ə burada aid olacaq C variantı. 1-ə də aid olacaq A variantı. Sonra kollektivləşdirmə siyasətinin aparılması bu Azərbaycan SSR-ə aiddir. Yəni 2-yə D variantı aiddir. 1929-30. Sonra Dağlıq Qarabağ münaqişəsinin başa çatması isə 3-ə aiddir.
Y variantı. Yəni bircə dəqiqə. O da ki, deməli, bəli, 2020-ci il Vətən müharibəsi və sonra antiterror əməliyyatı nəticəsində başa çatmışdır. Doğru cavab oldu A variantı. Bildinizmi? Yəni Azərbaycan Xalq Cümhuriyyətinə aiddir İngilis general qubernatorluğu 1918-ci il Thomson, Azərbaycan SSR-yə aiddir D variantı kollektivləşdirmə 29, 3-ə aiddir Y variantı Dağlıq Qarabağ münaqişəsinin bitməsi, başa çatması, 4-ə aiddir C variantı dil haqqında qərar, 5-ə də aiddir D variantı, deməli bir dəqiqə baxaq, B variantı daha doğrusu Xəzərdə donanmanın mövcud olması. A variantı. Sonra 6-cı sual. Azərbaycan SSR 20-ci əsrin 30-cu illər, yəni 1930-cu illər. Latin qrafikalı əlifbaya keçid, bilirsiniz ki, uşaqlar, Azərbaycanda 1929-dur, ona görə səhvdir. Birinci katib vəzifəsi Moskvada 1929-da təsis olunub, ona görə səhvdir. Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi 1921-dir, ona görə səhvdir. Xankəndi şəhərinin adı da 1923-də dəyişdirilib, səhvdir. Kolxoz hərəkətinə qarşı mübarizə 30-cu illərdir. Yadınıza düşürsə, ilk Şəmkirdə olub. Cavabımız olur Y variantı. Sonra Azərbaycanın cənub və şimalının 70-80-ci illər tarixinə aid oxşar cəhət soruşulur. Sovet işğalına məruz qalması bu Şimali Azərbaycanda özü 20-ci ildə. Azərbaycan türkcəsinə qəzetlərin fəaliyyətə başlanması, bircə dəqiqə. Azərbaycan türkcəsinə qəzetlərin fəaliyyətə başlanması deməli düzdür. Çünki Cənubi Azərbaycanda olub İran inqilabı dövründə 78-79, eyni zamanda Şimali Azərbaycanda var idi 70-80-ci illər. Dövlət müstəqilliğinin bərpa edilməsi 91-dir, səhvdir. Mövcud rejimə qarşı çıxışların baş verməsi də ki, doğrudur. Cavab olur 2 və 4 A variantı. O Şimali Azərbaycanda bilirsiniz də meydan hərəkatı falan da genişlənmişdir. Orada da 29 Bəhmən üsyanı. Cavabımız olur A variantı. Sonra deməli baxırıq nəyə? 8-ci sual. Deyir cədvəldəki hadisələrin hansılarının yerini dəyişsək, xronoloji ardıcıllıq düz olar. Sədr Əhməd Teymur ümid körpüsü 1992-ci ildir. Heydər Əliyev SSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə istefa verməsi 1987-dir. Qanlı yanvar hadisələri 1990-dır. Naxçıvanın SSR-nin tərkibindən çıxması 1990-cı il noyabrıdır. Qanlı yanvar ayıdır, bu 4 isə noyabr ayıdır. Cənubi Azərbaycanda Varlıq jurnalının çap olunması isə 1979-cu ilə aiddir. Bu da 29 Bəhmən üsyanında olub, 78-90-cı illər. Yəni rəqəmləri yerinə qoymaq lazımdır. Bir daha deyirəm, Sədr Əhməd Teymur ümid körpüsü 92, Heydər Əliyev SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa verməsi 1987, qanlı yanvar hadisələri 1990, sonra Naxçıvan MSSR-in tərkibindən SSR-in tərkibindən çıxması o da 1990-ın noyabrı, Varlıq da ki 1979-cu ildir. 9-cu sual. Deyir, mədəni tədbirlər uyğunluğu ardıcı olaraq müəyyən edin. Azərbaycan Sovet Respublikasından gedir, yəqin bilirsiniz. Həm 23-cü il soruşulur, həm 37-ci il. Savadsızlıqla Mübarizə Komitəsi 1923-dür, düz gəlir. Latin əlifbasına keçid 29 deyə səhvdir. Azərbaycan Arxeologiya Komitəsi 1923-dür, amma Koroğlu Operası 37-dir. Elə burada B variantı doğrudur. İlk radiostansiya 26-dır. Azərbaycan SSR-nin ikinci konstitusiyası isə 37-dir. Bir uyğun gəlmədi. Dövlət Kino İdarəsi deməli 26-dır. Kiril əlifbasına keçid isə 39-dur. 40-da tam başa çatır. Azərbaycan Öyrənən Cəmiyyət 1923-dür. Birinci Türkoloji Qurultay Bakıda 26-da olub deyə səhv oldu. Cavabımız burada isə oldu. Deməli B variantı. Sonra 10-cu sual. Azərbaycan SSR-i 20-ci əsrin 20-30-cu illəri dövrünə aid uyğunluğu müəyyən edin. Baxın uşaqlar, deyir Azərbaycanın ikinci sənaye şəhəri olması, mərkəzi olması. Bu Gəncə şəhəridir. Deməli, biri aiddir A variantı. Bax, bura Gəncədir. Birinci Türkoloji Qurultay da Bakıda keçirilib. O da D-dır. 1-ə A, 2-yə D. Doğru cavab D variantıdır. Sonra Türkoloji Qurultay 26-cı ildə yəqin bilirsiniz. Sənaye şəhərdəki elə 20-ci illərin ikinci yarısından etibarən sənayeleşdirmə başlandı. Özdə birisi də Azərbaycanda yüngül sənayelərə üstünlük verildi Rusiyadan fərqli olaraq və ikinci sənaye şəhəri Gəncə oldu. Sonra 11-ci sual. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan. Uşaqlar, ümumiyyətlə həmin bu dövr 88-dən
1994-ə qədər davam edib. Xocalı soyqırımı törədilmişdir, düzdür. 1992-ci ilin fevral ayı. Biri götürürük. Gəncədə hərbi qiyam baş vermişdir. 1993-cü il. Baxmısınızsa, deməli, Sürət Hüseynovun bunu da götürürük. Böyük Britaniya parlamenti Azərbaycana qarşı 9-7 saylı düzəliş etməyib. Bunu Amerika edib. Ona görə 3 səhvdir. Dövlət Müdafiə Şurası 93-cü il noyabrıdır, düzdür. Deməli, cavabımız olur 1, 2 və 4. Yəni, cavab oldu Y bəndi. Laçın rayonu işğaldan azad edilmişdir. O, 1-ci Qarabağ müharibəsi dövrünə aid deyil, çünki onda işğal olunub, Vətən müharibəsinin nəticəsində azad olunub. Yəni, 2020-ci il. 12-ci sual. Eyler-Venn diaqramı. Baxın uşaqlar, burada Heydər Əliyevin rəhbərlik dövrləri yazılıb. Naxçıvanı rəhbərlik edib 91-93, Azərbaycan Respublikasının 93-dən sonra rəhbər olub. İndi buna baxaq. Türkiyə ilə diplomatik əlaqələrin olması ikisində də var. 1992-də Naxçıvan dövrü, sonra Azərbaycan Respublikasında məsələn 2001-ci ildə Türkiyənin diplomatik əlaqə var, 99-da var. Sonra deməli bunu 3-ə götürürük A variantı. Sonra Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrında Naxçıvandakı dövrünə aiddir. Yəni 1-ə aiddir B variantı. Sonra Dövlət Müdafiə Şurası 1993-cü noyabrında yaradılıb. O Azərbaycan Respublikasına düşür. 2-yə düşür. Sonra İç Milli Sərhəd Qoşunları 1992-dir. Naxçıvana düşür. Elə cavab A variantı olacaq. Horadiz qəsəbəsinin azad olunması isə 1994-cü ilə aiddir. Bilirsiniz də, Horadiz əməliyyatı Cəbrayılın, Kəlbəcərin, Füzulinin bir neçə yaşayış məntəqələri azad olunmuşdur. Deməli, cavab oldu A variantı. Sonra daha sonra olmuşdur. Beyləqan istiqamət tank döyüşləri 1993-cün dekabrıdır. Bilirsiniz də, orada qalib gəlmişdik. Murov dağ əməliyyatı 1994-cün fevral ayıdır. Bişkek protokolu 94-cü ilin may ayıdır. Sonra Rusiya ordusunun hərbisi Naxçıvanı tərk etməsi 1992-ci il. Azərbaycanlıların Qərbi Azərbaycanın deportasiyasının başa çatdırılması 91-ci il. Yəqin bilirsiniz də, 88-də başlayıb 91-də başa çatıb. Ən sonuncu Nüvədi kəndi boşaldılmışdı. Burada Bişkek oldu 94-cü ilin may ayı. Doğru cavabımız. 14-cü sual. Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasət, bir də xarici siyasət soruşulur. Uşaqlar, Milli Kitabxananın fəaliyyətə başlaması 19-cu il daxili siyasətdir. Yəni 1-ə A variantı aiddir. Latin qrafikali əlifbaya Azərbaycan Xalq Cümhuriyyəti keçməyib, ona görə səhvdir. Fabrik zavodlarının əvvəlki sahiblərinə qaytarılması düzdür. Çünki 1918-ci il oktyabr ayında milliləşdirilmiş fabriklər, zavodlar, müəssisələr əvvəlki sahibkarlara qaytarılıb. Ona görə 1-ə aiddir A variantı, 2-yə də həm də C variantı daha doğrusu. 2-yə baxırıq. Deyir xarici siyasətini müəyyən edin. Paris Sülh Konfransına iştirak etməsi düzdür. 1919-cu il. Deməli 2-yə aiddir A variantı. Sovet Rusiyası tərəfindən müstəqilliyinin tanınması səhv cümlədir. Çünki uşaqlar, Azərbaycan Xalq Cümhuriyyəti Rusiya ilə normal əlaqə saxlamayıb. Qazax müəllimləri seminarısının açılması da ki, xarici siyasət deyil, ona görə səhvdir. Doğru cavab B variantı qalır. Qazax müəllimləri seminariyası daxili tədbir. Cənubi Azərbaycan həm Xiyabani, həm də Pişəvərinin uyğunluğu var. İngilis qoşunlarının Təbrizdən çıxarılması Xiyabani tədbiri deyil, yanlış cümlədir. İctimai İdarə Heyəti 1920-ci il aprel ayı Xiyabanidə var, amma hələ milli hökumət yaratmamışdır, çünki o iyun ayında yaradılıb. Fabrik zavodlar üzərinə fəhlə nəzarətin tətbiq olunması da Pişəvərdə var. Çünki 1946-cı ilin may ayının 12-sində əmək haqqında qərarda var idi bu cümlə. Doğru cavab olur B variantı. Təbrizdə xalça fabrikinin işə başlanması doğrudur, Xiyabanidə var. Amma konstitusiyanın qəbul olunması Pişəvərdə yoxdur, o Səttərxanda var. Azadistan adlı müstəqil dövlətin yaradılması Xiyabanidə var, amma müstəqil söz səhvdir də, yəni muxtar dövlət yaratmışdı. İlk dəfə əncümənlərin yaradılması da ki, bilirsiniz də o 1906-cı ildir, Səttərxandadır. Vətən yolunda qəzet 1941-ci ildir, Xiyabanidə yoxdur. Qacar sözü də ümumiyyətlə səhvdir, çünki 1925-də Qacarlar süqut edib. Doğru cavabımız oldu B variantı. Sonra Azərbaycanın 1-ci və 3-cü Respublikası dövrünə aid ümumi cəhət deyil. Bax uşaqlar, Azərbaycan dilinin dövlət dili olması
Birinci Respublikada var, yəqin bilirsə 18-ci il. Üçüncü Respublikada da var, 2001-də tam olaraq Azərbaycan dili dövlət dili olub. Deməli, yəni tam keçid olub və latın əlifbası ilə birlikdə. Qarabağda erməni separatistlərinin qarşı mübarizə aparılması birinci Respublikada da var. Bilirsiniz ki, üçüncü Respublikada da var. Torpaqların kəndlərə pulsuz paylanılması haqqında qərar səhvdir. Çünki birinci Respublikada yoxdur. Ona görə doğru cavab olur C bəndi. Neft çıxarması üçün xarici şirkətlərə saziş 19-cu il 1-ci Respublika Azərbaycan Xalq Cümhuriyyətində var. 3-cü Respublikada da var 1994-cü il. Senzuranın ləğv olunmasında 1918 1-ci Respublikamız, 98 3-cü Respublikamıza aid ümumi cəhətdir. Sonra baxırıq növbəti 17-ci suala. Deyir ki, verilənlərin müvəffiq olaraq hansı ərazilərə aid olduğunu xəritədə müəyyən edin. İşğal edilməsi Respublikada dərin siyasi böhrana səbəb olmuşdur. 1993-cü il aprel ayı Kəlbəcərdə hətta siyasi böhran da baş vermişdir. Deməli 3 düzdür. İşğal edilməsi ilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında birbaşa əlaqə yaradılmışdır. O da ki, Laçındır. 1992-ci il. Cavabımız 3-4 D variantıdır. Növbəti sual 18-ci sualdır. Deyir, uyğunluq pozulub. Daşaltı əməliyyatı Şuşa şəhərinin mühasirədən azad edilməsi baş tutmadı. 1992-ci il düzdür. Kəlbəcərin işğal edilməsi, ölkədə siyasi böhran dərinləşdi. Bu da düzdür. Elə yuxarıda da soruşur onu bizdən. 1993-cü il. Hətta BMT qətnamələri də qəbul etmişdi bununla bağlı. Qarbaçov SSR Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə gətirildi. Münaqişə ocaqları yarandı. Bəli, yəni münaqişə ocaqları alovlandı. Bilirsiniz də Qarbaçovun dövründən etibarən 85-ci ildən 91-ə qədər münaqişə ocaqları alovlanmışdı. Sumqayıt fitnəkarlığı Ermənistandan Azərbaycanlı əhalinin qovulması sürətləndi düzdür. Bakıda fövqəladə vəziyyət tətbiq olundu 1990-cı il. Naxçıvanda Sovet-İran sərhədi söküldü 89-cu il. Burada uyğunluq pozulub, cavabımız Y variantıdır. 19-cu sual. Birinci Qarabağ müharibəsi dövrünə aid döyüşlərin uyğunluğunu müəyyən edin. Uşaqlar, burada belədir. Baxın, mən deyəcəm, daha özünüz onu orada yəqin ki, görürsünüz, düzə biləsiniz. Kəlbəcər rayonu istiqamətində ordumuz uğursuzluğa düçar oldu. Bu, Murov dağı əməliyyatıdır. 5-ə düşür A variantı. Sonra düşmənin tank hücumlarının qarşısı alındı. 1993-cü il Beyləqan döyüşləri. 4-ə aiddir B variantı. Şuşa şəhəri yaxınlığında ordumuz əməliyyatı uğursuz oldu. Bu daşaltı əməliyyatıdır. 1-ə aiddir C variantı. Sonra Kəlbəcər, Ağdərə, Tərtər yolu nəzarətə götürüldü. Bu sizdə Goranboy əməliyyatıdır 92-ci il. Sonra Füzuli rayonunun 22 məntəqəsi düşməndən təmizləndi. Bu da Horadiz əməliyyatıdır 1994-cü il. Doğru cavab elə B variantına təsadüf etdi. 20-ci suala baxırıq. Biz artıq Sovet imperiyasının mətn verib, uşaqlar görürsünüz, oxuyursunuz. Kommunist partiyasının dağılmasının şahidiyik. Bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Əsas səbəbi respublikada hökm sürən Kommunist partiyasının diktator rejiminin mürtəce siyasəti və buraxdığı kobud bağışlanılmaz səhvdir. Mətndə bəhs edilən dövrün xüsusiyyətini müəyyən edin. SSR-nin dağılması, respublikada müstəqillik uğruna mübarizənin güclənməsi doğrudur. Elə burada 91-ci ildən söhbət gedir, sosializm sistemi süqut edir, SSR dağılır və müstəqillik uğrunda mübarizə genişlənir. Digərləri dövrə aid deyil, yenidən qurma daha əvvəldir. C bəndi meydan hərəkat daha əvvəldir. Sonra D variantına deyir Azərbaycan məğlub oldu, ola bilməz. Y variantına deyir ki, Kommunist partiyası hakimiyyətə gəldi, o da səhv cümlədir, bilirsiniz ki, 91-dən süqut etdi. 21. Daşkənd müqaviləsi nəticəsi. Uşaqlar, bilirsiniz ki, 1992-ci il Daşkənd müqaviləsinə əsasən SSR-nin hərbi əmlakı bölüşdürüldü. Nəticədə Azərbaycanda aviasiya alayı, desant qoşunları yaradıldı. Cavab D variantıdır. Müdafiə Nazirliyi yəqin bilirsiniz 1991-ci ilin 5 sentyabrında. Növbəti testə baxaq. Deməli, görək yaxşı test varmı? Bax, uşaqlar, 22-ci test Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid hadisələrin düzgün verildiyi bəndləri müəyyən edin soruşulur. Azərbaycan Xalq Cümhuriyyəti Qacarlar arasında müqavilə imzalanıb 1920-ci il mart ayı. Qarşılıqlı surətdə səfirliyin açılması nəzərdə tutulub düzdür. Hətta konsulluq da var Təbrizdə, Tehranda səfirlik. Bir doğrudur.
Türk qoşunları Naxçıvanı tərk etməsi 1918-ci il noyabr ayıdır. Araz Türk Respublikasının yaradılması düzdür. Elə o da noyabr ayıdır. Elə cavab 1 və 2-dir. Sovet Rusiyasının Bakı yalama əməliyyatı Əsgəran yaxınlığında düşmən məğlub edildi səhvdir. Çünki Əsgəran döyüşündə məğlub olub düşmən aprel ayında. Amma Bakı yalama əməliyyatından Azərbaycan Xalq Cümhuriyyəti süqut edib nəticəsində. Milli Şura öz fəaliyyətini dayandırıb, 3-cü hökumət kabineti təşkil edilib səhvdir. Çünki Milli Şura fəaliyyətini dayandırıb 1-ci hökumət kabineti süqut edəndən sonra, ikincisində isə fəaliyyətə başlayıb. 3-cü hökumət kabineti təşkil olunanda parlament var idi. Ona görə cavabımız 1 və 2 C bəndidir. Bax uşaqlar, 2-ci Respublika dövründə ərazi bütövlüyümüzə edilən qəsdlərə aid verilən cədvəldə doğru verilmiş cavabı müəyyən edin. Deməli, Zaqatala dairəsi deyir ki, itirilmiş ərazi, Gürcüstan. Bu səhvdir, çünki Zaqatala dinc yolla bizim xeyrimizə həll olunmuşdur. Borçalı mahalının bir hissəsi Ermənistan 1921-ci ildə Borçalı mahalı, bəli, bilirsiniz ki, deməli, mərkəz hissəsi Gürcüstana verilmişdi. Deməli, ona görə yanlışdır. Yuxarı Qarayazı Gürcüstan düzdür. Yuxarı Zəngəzur Ermənistan 1921-ci düzdür. Naxçıvanın bir hissəsi Gürcüstan səhvdir. Naxçıvan Gürcüstana verilməmişdir. Burada deməli nə oldu cavab? 2, 3, 4. Borçalı mahalının bir hissəsi də Ermənistana verilmişdi, bölünmüşdü, bəli. Sonra, deməli, xəritədə rəqəmlərlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşarlıqlarını müəyyən edin. Demək ki, xəritə yaxşı düşməyib, 3-cü Respublika dövrü soruşulur. Burada 2 Kəlbəcərdir, sonra 1 isə Füzulidir. 1992-ci il hərbi əməliyyatlar nəticəsində işğal edilmişdir. Kəlbəcər 93-dür deyə səhvdir. Hərbi əməliyyatlar nəticəsində bir sıra kəndləri düşməndən təmizlənmişdir. 3-cü Respublika dövründə düzdür. Yəni 2020-ci il 2-ci Qarabağ müharibəsində eyni zamanda Füzuli və deməli, hərbi əməliyyat nəticəsində bir sıra kəndləri düşməndən təmizlənmişdir. Bir dəqiqə, bu şey olmalıdır. Laçın olsaydı düz olardı. Onda bu səhvdir. Bir dəqiqə yenə baxaq. Xəritədə rəqəmlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşarlığını müəyyən edin. Deməli, Kəlbəcər hərbi əməliyyatlar nəticəsində bir sıra kəndlər düşmənlə təmizlənmişdir. Səhvdir. 94-də təmizlənə bilər. 3-cü Respublika dövrünə düşür o da. Onda doğrudur. Üzr istəyirəm. 2 doğrudur. Çünki 2020-ci il Vətən müharibəsində Kəlbəcərin hansısa bir kəndi hərbi əməliyyat nəticəsində azad olunmuşdur cümləsi səhvdir. Amma 1994-cü ildə Kəlbəcərin kəndləri azad olunmuşdur deyə bu düzdür. Deməli, 2 düzdür. Füzulidə də var da, elə 94-cü il. Bəli, bu Vətən müharibəsinin yox, 94 1-ci Qarabağ müharibəsinə aid. Bax bunlar. Sonra Qarabağ 1-ci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar olmuşdur. Burada Kəlbəcər səhvdir. 2-ci Qarabağ müharibəsi dövründə ərazilərində hərbi əməliyyatlar aparılmışdır, düzdür. Deməli cavab oldu 4, bir də 2, 2, 4. Sonra 92-ci ildə hərbi əməliyyat nəticəsində işğal edilmişdir, Füzuliyə aid deyil. Eyni zamanda 1-ci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar olmuşdur. O da Kəlbəcər aid deyil. Sonra deməli 25-ə baxırıq. Heydər Əliyevin 2-ci rəhbərlik dövründən fərqli olaraq 1-ci rəhbərlik dövrü. Uşaqlar, 2-ci rəhbərlik dövrü aiddir, bilirsiniz ki, 3-cü Respublika dövrünə, yəni 93-2003. 1-ci rəhbərlik dövrü isə 1969-82-ci ilə aiddir. Deyir ki, 2-ci rəhbərlikdən fərqli olaraq 1-ci rəhbərliyi tapın. İdarəçilik sistemi möhkəmləndirilmişdir, bu fərq deyil. Bir sıra sənaye müəssisələri istifadə edilmişdir, bu da fərq deyil. Yevlax Balakənd Dəmiryolu 1980-ci illərdir, düzdür. Azərbaycan dili dövlət dili statusu aldı, onsuz ikincidə də var. Şuşa tarixi memarlıq qoruluğa çevrildi 77-ci il, düzdür. Cavab 3 və 5-dir. 26-cı sual. Heydər Əliyevin SSR Nazirlər Sovetinin sədrinin birinci müavini təyin edilməsi 1982-dir. Qafan Mehri rayonlarından Azərbaycanın ilk dəfə zorla çıxarılması 88-dir. 29 Bəhməni üsyanı 1978-dir. Gəncə şəhərinin tarixi adının bərpa edilməsi isə 1989-cu ilə aiddir. Daha onları düzə bilərsiniz yəqin. Bir daha deyirəm. 1982, 2988, 3978, 78-79 yəni Gəncə şəhərinin tarixi adının bərpa olunması da 1989-cu ilə aiddir.
Deməli uşaqlar, 2-ci və 3-cü Respublika dövrünün 80-90, bir də 21-ci əsrin 1-ci rübü, yəni 2025-ci ilə qədərki dövr soruşulur. Xankəndi şəhərinin azad edilməsi bu 2023-cü ildir, yəni 1-ci rübünə düşür. 3 ayda A bəndi. Qafan Mehri rayonlarından azərbaycanlıların deportasiya edilməsi 1988-dən başlayıb. 1-ə aiddir bu. Şuşa şəhəri tarixi memarlıq qoruğa çevrilib. 1977 yoxdur burada. Konstitusiya dəyişikliklərin edilməsi 1-ci rübündə var. 21-ci əsrin 2002, 2009. Heydər Əliyevin ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıtması 1993, o da 2-yə aiddir. Sonra baxırıq növbəti suala. Deməli uşaqlar, bax, burada situasiyadır, oxuyuruq mətni. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən şəhər diqqət mərkəzində idi. Ermənistanda repressiyaya məruz qalaraq öz doğma torpaqlarından qovulan, deməli 1500 azərbaycanlı Fərqanədən gəlmiş 495 asqa türkü məhz burada məskunlaşdı. Xankəndindən qovulan 18 min azərbaycanlının da bir qismi buraya pənah gətirdi. Ermənistan tərəfindən işğal olunmazdan əvvəl şəhərin əhalisinin sayı 7000 nəfərə çatmışdı. Ermənilər Dağlıq Qarabağın yeganə aeroportunun yerləşdiyi bu şəhər vasitəsilə Xankəndi şəhərinə hərbi sursat daşıyırdılar. Mənbədə bəhs edilən şəhərin adı Xocalıdır, yəqin bilirsiniz. 29-cu sual. Mənbədə bəhs edilən şəhərin işğal edilməsinin düşməninin 2 məqsədini yazın. Burada yeganə aeroportu ələ keçirmək idi. Bir də psixoloji üstünlük qazanmaq istəyirdilər. Və 30. Mənbədə bəhs edilən şəhərin işğalının 2 siyasi nəticəsini yazın. Burada uşaqlar, ölkədə siyasi vəziyyət gərginləşə bilər. Eyni zamanda orada baxmısınızsa, hətta prezident Ayazı Mütəllimov da istefa vermişdi. Deməli, və böhranlar başlanmışdı. Ona görə onu yaza bilərik. Sonra növbəti testə baxaq. Deməli uşaqlar, növbəti test 6-cı sualdır. Uyğunluq soruşulur. 6-cı sınaqdır daha doğrusu. 1-ci suala baxırıq. Müstəqil Azərbaycan Respublikası 20-ci əsrdə. Daxili siyasət, xarici siyasət. Konstitusiya Məhkəməsinin yaradılması 1998, daxili siyasət. 1-ə aiddir A variantı. Senzuranın ləğv edilməsi haqqında fərman 98, 1-ə həm də B variantı aiddir. Prezident vəzifəsinin təsis olunması 1990-dır, amma Müstəqil Azərbaycan Respublikasına aid deyil. Azərbaycan SSR-yə aiddir. Ona görə 1A və B-dir. Xarici siyasət. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə seçilməsi 20-ci əsr deyil, 2011-dir, 21-ci əsr səhvdir. NATO-nun sülhnaməyə tərəfdaşlıq proqramı 94 düzdür. Yeni Avropa üçün Paris xəritəsi imzalanması 93-cü il düzdür. Cavab B variantı oldu. Sonra növbəti suala baxırıq. Deməli, növbəti 2022-ci ildə baş vermiş hadisələri müəyyən edin. Azərbaycan ordusu qisas əməliyyatı 2022-ci ilin avqust ayı düzdür. Qarabağ Dirçəliş Fondu 2021-ci ilin yanvar ayı səhvdir. Güləbür su elektrik stansiyası da 2021-dir, səhvdir. Zəngilanın Ağalı kəndinə qayıdış, o da 2022-dir, düzdür. Cavab 1 və 4 B variantıdır. Azərbaycan tarixində baxaq buna. Azərbaycan tarixində 1-ci Respublika dövründən fərqli olaraq 3-cü Respublika dövrü soruşulur. Xarici dövlətlərlə neft sazişinin imzalanması 1-ci Respublikada var, 3-də də var. Ona görə səhvdir. Ermənilərin ərazi idarəsinə qarşı mübarizə hamısında var. Torpaq kəndlilərin mülkiyyətinə ödənişsiz verildi. 1-ci Respublikadan fərqli olaraq 3-cü Respublikaya aiddir. Cavab C-dir. 96-cı il. D variantı da oxşar cəhətdir Azərbaycan Xalq Cümhuriyyətində. Eyni zamanda parlamentdə 1918 Azərbaycan Xalq Cümhuriyyətində var və 3-cü Respublika 95-də var. Sonra növbəti suala baxırıq. Görək, Vətən müharibəsi, 2-ci Qarabağ müharibəsi dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində biraz yaxşı düşməyib uşaqlar, baxırıq buna. Keçilməz sayılan Ohaniyyə səddinin məhv edilməsi düzdür. Hadrut qəsəbəsi düşmən işğalından tamamilə azad olunması bu da düzdür. Cavab elə 1 və 2-dir. Tovuz döyüşləri sizdə bu Vətən müharibəsi dövrü deyil, ərəfəsidir. Naxçıvanda döyüşlərdə, o da ki, biz Ağbulaq Günnüt əməliyyatı, o da ki, 2018-ci ildir deyə səhvdir. 5-ci sual. 21-ci əsrdə Azərbaycan mədəniyyət sahəsində baş vermiş dəyişikliyə aid olmayan Bakıda Beynəlxalq Muğam Festivalı var, 2009 aiddir. Tələbə qəbulu Dövlət Komissiyası 1992, 21-ci əsr deyil. Türkçünün yaradılması da 1993, 21-ci əsr deyil. Cavab B variantıdır. Türkçü 93. Sonra elm haqqında qanun 2016-dır. Avropa oyunlarının keçirilməsi isə 2015-dir. 6-cı sualda Vətən müharibəsidir. Deyir, Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan.
Günlük əməliyyatı əvvəldir. 2018 Naxçıvanda olub. Talış kəndi 2016 aprel döyüşləri ətrafındakı yüksəklik azad olunub. Düşmən təxribatının qarşısını alarkən Polad Həşimovun qəhrəmancasına şəhid olması 2020-ci il Tovuz döyüşləridir. Əslində müharibədən əvvələ düşür. Ləltəpə yüksəkliyinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarət altına keçməsi, o da ki, yenə 2016 aprel döyüşləri, Kəlbəcərin strateji əhəmiyyətli Murov dağı zirvəsinin azad olması Vətən müharibəsi dövründə gəlin baxaq, bir dəqiqə baxaq. Vətən müharibəsinə əvvəlki dövrə aid deyil. Yəni həmin dövrə aiddir. Müharibənin dövrünə aiddir. Cavab Y-dir. Sonra Heydər Əliyevin ikinci prezidentliyi dövrü 98-2003, bir də İlham Əliyevin ikinci prezidentliyi dövrü soruşulur. Bakı Subsa 1999 Heydər Əliyevin ikinci prezidentliyinə aiddir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının tam hüquqlu üzvlüyünə qəbul olunması 2011-ci ildir. Bu isə İlham Əliyevin ikinci prezident dövrünə düşür. İlk bələdiyyə seçkiləri 99-dur. Heydər Əliyevin ikinci prezident dövrünə düşür. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi bu kitabdan çıxarılıb uşaqlar. 2001-də də var, demək, ortaq cəhətdir. Yəni hər ikisinin ikinci prezident dövründə var. Konstitusiya əlavə dəyişikliklərin deməli baxaq. 2006-2011 Dünya Azərbaycan bilirsiniz uşaqlar. Heydər Əliyevin 2001, 2006, 2011 düşür hər ikisinə. Bir də konstitusiya əlavə dəyişiklikləri 2002-də də var. Deməli Heydər Əliyevin ikinci prezident dövrünə aiddir. 2009-da da var. İlham Əliyevin ikinci prezident dövrünə aiddir. Yəni oxşar cəhətlərdir. Sonra 8-ci suala baxırıq. Deməli 2021-ci il oktyabrında Azərbaycan və Türkiyə dövlət başçılarının açılış mərasimində iştirak etdiyi beynəlxalq hava limanı. Uşaq, bu Füzuli hava limanıdır. Füzulidə cavab burada 3-dür. Bilirsiniz 4 Zəngilandır, 2 Laçındır, 1 Kəlbəcərdir. Sonra baxırıq bura. Deməli 5-ə baxırıq. Bəli, Kəlbəcər bura, bax bu Ağdamdır. Bu Xankəndidir. Eyni zamanda buradakı Murov dağı Ağdərə istiqamətidir. Sonra baxırıq, deməli nəyə baxırıq? Bir dəqiqə, bunu dəyişdirim. 9-cu sual. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu dövr. Yenə də onu yazdıq. 91-ci il, 93-cü il baş verməyib. Sədrət Dilucu Ümid Körpüsü düzdür. 1992. İslam Respublikasının diplomatik əlaqə düzdür. Muxtar Respublikasının adından Sovet Sosial sözünün götürülməsi 1990-cı il noyabr ayıdır. Onda deputat kimi çalışırdı. Ali Məclisin sədri deyildi. Cavab oldu burada. Deməli C variantı. Bəli, C variantı. Rusiya qüvvələri tərk etdi 92. Yazın partiyasının o da 92-dir, fəaliyyətə başlanması. Ölüm hökmü ləğvi 1998. ATƏT Minsk qrupunun həmsədrlərinin təsisatının yaradılması 1992. Həmsədrlər 94-dür. Budapest samiti. Ölüm hökmü 98. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə sazişin imzalanması. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş 99-cu il noyabr ayıdır. İstanbul samiti. Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasının asosiallaşdırılmış üzvünə qəbul olunması isə 2002-ci ilə aiddir. 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində Azərbaycan-İran sərhədinin nəzarəti tamamilə təmin olunması bu əvvəl də var. Zəngilanla. Bilirsiniz də uşaqlar, Ağbənd qəsəbəsi ilə. Əsgərin qəsəbə düşmənin təmizləyəni düzdür. Daşaltı kəndi səhvdir, əvvəl idi. Qanunsuz fəaliyyət göstərən xunta rejimi son qolu düzdür. Cavab 2 və 4-dür, Y variantı. 2023-cü ilin sentyabrın 19-da erməni silahlı birləşmələrinin terror aktı törətdiyi rayon o Xocavənd uşaqlar. Burada cavab 3-dür. Yəni C variantı. 92-ci ildə SSR-nin əmlakının bölüşdürülməsi haqqında müqavilə Daşkənddə imzalanıb. Özbəkistandır. Həm də həmin o Özbəkistan Füzulidə 1 nömrəli tam orta məktəbin inşasını özü maliyyələşdirib. 14. Vətən müharibəsi sonrakı dövrdə baş vermiş hadisə deyil. Şuşa bəyannaməsi 2021 aiddir. Şəhər rayonunun Ağbulaq, Qızılqaya yüksəliyin azalması olması 2018 aid deyil. Cavab ilə B variantı. Yaşad fondu 2020-ci il, Ağdamda birgə monitorinq 21-ci il, 14 iqtisadi bölgə 21-ci il. 15. Azərbaycan Respublikasının İslam Konfransının təşkilatına üzv olduğu il 1991-ci il dekabr. A variantı. 1991-in sentyabr. Cavab A-dır. B variantı 89, C variantı 92,
D variantı 93. Əlfəz Elçibəyin prezident seçilməsi isə 1992-ci ildir. Sonra biraz tez deyirəm uşaqlar, indi 40 dəqiqə bitəcək deyə. Daha sonra baş vermişdir. Mehriban Əliyevanın Azərbaycan Respublikasının vitse-prezidenti 2017. Heydər Əliyev fondu 2004. Qoşulmama hərəkatına üzv qəbul olmuşuq 2011. İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentinin 2003. 2001-də də var. Bakıda Dünya Zəmanı 3-cü qurultayının keçirilməsi heç bizə lazım deyil. 2011-dir. Cavab A variantıdır. 20-ci əsrin 90-cı illərin ikinci yarısına aid deyil. 1997 Milli Olimpik Komitəsinin prezidenti olub. 1998, 3 Neft Fondu 1999, Dövlət Yerimiz 93, Bakı Tbilisi Ceyhan Neft Kəməri istismara verilməsi 2006. Cavab 4 və 5-dir. 18-ci sual. Deyir ki, 18-ci sual. 1-ci Qarabağ müharibəsi, Qarabağ mücrüsü adlandırılan əməliyyat səhvdir. O 2-ci Qarabağ müharibəsindədir. Horuz qəsəbəsinin düşməndən azad olması düzdür. 1-ə aiddir B variantı. Sonra Ermənistanın Gədəbəy ərazisindəki anklavı baş kəndi düşməndən azad olması düzdür. 1-ə aiddir B ilə C. 2-ci Qarabağ müharibəsi. Qubadlının azad edilməsi ilə İran sərhədləri. Bu cümlə artıq da iyrənilib bilirsiniz ki, bu Zəngilana aiddir, Ağbənd qəsəbəsi ilə. Xankəndi şəhər Respublikanın dövlət bayrağı ucaldılması 2-ci Qarabağ müharibəsindən sonra antiterror tədbiridir, bu da səhvdir. Amma Suqovuşanın azad olması düzdür. Deməli 2-yə aiddir C bəndi, 1-ə də aid oldu Horadiz və 1BC 2C D variantı. Uşaqlar, indi vaxt bitəcək. O deməli biz bir neçə dənə sualımız qalır. Onu yenidən qulaq asmaq lazımdır. Gərək prosto səhv etmirəmsə 10 dəqiqə gözləmək lazım olur. İndi bir dənə son sual deyim. Müvafiq olaraq Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyevin və İlham Əliyevin ilk xarici səfəri. Heydər Əliyevin ilk xarici səfəri olmuşdur Fransaya 93. İlham Əliyev də Cenevrəyə, İsveçrəyə 2003. Cavab C bəndidir. İndi söndürüb təzədən yandıracağam, zəhmət olmasa qoşularsınız.